اللهم صل على محمد وآل محمد وعجل فرجهم وفرجنا بهم. أعوذ بالله من نفسي ومن الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين، وصلى الله على سيدنا ونبينا سيد الأنبياء والرسول أبي القاسم محمد. اللهم صل على محمد وآل محمد وعلى آله المعصومين المكرمين المنتجبين، واللعن على أعدائهم أجمعين إلى يوم الدين. أما بعد، رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك، عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار، ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. اللهم لعن أول ظالم ظلم حق محمد وآل محمد، وآخر تابع له على ذلك. اللهم لعن العصابة التي جاهدت الحسين وشايعت وبايعت وتابعت على قتله. اللهم لعنهم جميعا. Şükürler olsun Allah'a ki Allah-u Teala minnet koydu. Bu ilde əza ayı olan Məhərrəmə qədər bize ömür verdi. Ve şükürler olsun Allah'a ki verdiği bu ömürde İmam Hüseyin Aleyhisselam'ın adına kurulmuş mecliste iştirak eləmək icazəsin ve tevfiqin, inayetin bize lütfelədi. Şükürler olsun Allah'a ki İmam Hüseyin ağanın adına kurulmuş meclise girmeye bize icazə verdi. Allah'ın verirəm İmam Hüseyin ağanın hürmetine ne kadar ömür veribsə, verdiği ömrün her gününde İmam Hüseyin ağanın adıyla yaşamağı bize ruzi eləsin ve verdiği ömrün her ilinin Məhərrəm ayında İmam Hüseyin Aleyhisselam'ın meclislerinin nökərçiliyin ve nökərçiliyle yaqətin nənəsi Zəhra Salamullah Aleyhanın hürmetine bize ruzi eləsin. Allah'a şükürler olsun ki İmam Hüseyin Aleyhisselam'ın adına mecliste iştirak için Allah bize tevfik verdi ve siz əzizlər gəlib ağanın məclisinin zinəti oldunuz. Bu herkesin borcudur. Əlviz satan herkese deyin, herkese bu 10 gündən xüsusi olarak istifade eləmək lazımdır ve herkes maddi ve mənəvi bu məclislərin xidmətində olmalıdır.
bu məclislərin iştirakçısı olmalıdır. Ailələrlə, övladlarla, yaxınlarla, hər kimə əliniz çatırsa, bu məclislərin iştirakçısı olmasına vasitəçi olun, köməkçi olun və təbliğçi olun. Alimlərin İmam Hüseyin ağanın məclisləri ilə bağlı gözəl bir sözləri var. Deyirlər, ağanın məclisləri həm adəmsazdır, həm günahsuz. Həm adam düzəldir, həm də günahları yandırır. Həm adamı islah edir, həm adamı paklayır, adamı inkişaf elətdirir, mənəvi mərhələlərə yüksəldir, həm də günahları bağışladır. Bilirsiniz, bu 10 gün xüsusi günlərdir. Allah bu 10 günə bəzi təfsirçilərin nəzərinə əsasən vəl-fəcr və ləyalin əşr and içib Qur'anda bu 10 gündə Allahın rəhməti yağır bəndələrinin üstünə. Bu 10 gün xüsusi olaraq həqiqi mənada Allaha yaxınlaşmaq üçün istifadə olunası bir zamandır, istifadə olunası bir müddətdir. 10 gün zahiri rəqəm və günlərlə həyatımızın müqabilində hesablayanda ola bilər ki, qısa bir zaman kimi bizə görükə bilər, amma bu 10 gün dünyada çox işlər görüb, bu 10 gün dünyanı dəyişib, bu 10 gün dünyanın məcrasını dəyişib, bu 10 gün dünyanın gedişatını dəyişib, dəyişməyə də davam edir. Bundan sonra da belə olacaq. Düşmənlərin qabağında dayanan Məhərrəmin məclisləridir, İmam Hüseyin ağanın məclisləridir, İmam Hüseyin ağanın adıdır, İmam Hüseyin ağanın yadıdır. Allah İmam-ı Rahil, İmam Xomeyni Rizvanullah Teala əleyhin ruhun bu məclislərdən feyziyab eləsin inşallah. Buyururdu ki, ilin 365 günü var, düşmənlər 364 günü sizin olsun, bir gün Aşura bizə bəsdir. Aşura dünyanı dəyişib, dəyişməyə davam edir, bundan sonra da dəyişəcək. Bu məclislərdir ki, dünyanın zülmünün qabağında dayanır və bu məclislərin olmağı, bu məclislərin baş tutması, yəni dünyanın zülmünə yox demək, zülmə etiraz eləmək, zalıma etiraz eləmək, haqsızlığa etiraz eləmək və haqqın bərpası üçün, haqqın yaşaması üçün, haqqın ayaq üstə qalması üçün həyata keçirilən bir vasitələrdir. Necə ki, İmam Hüseyin əleyhissalamın ziyarətnaməsində biz İmam Hüseyin əleyhissalamın namaz barədə, namaza olan münasibətinə, namaza göstərdiyi xidmətə belə işarə edirik ki, məsumlar, imamlar deyiblər bizi ki, İmam Sadiq əleyhissalam, İmam Bakir əleyhissalam, İmam Səccad əleyhissalam, İmam Hüseyin ağaya belə salam veririk. Əşhədu ənəkə qəd əqəmtəs-səlat. Ağa, biz şəhadət veririk ki, sən namazı ayaq üstə qıldın, ayaq üstə saxladın. Namaz qılmaq adi bir şeydir, onu hər kəs edir. İmam Hüseyin əleyhissalam bir iş görüb ki, namazı yaşadıb, namazı saxlayıb. İmam Hüseyin əleyhissalam bir addım atıb ki, din yaşayıb, İslam yaşayıb, Quran yaşayıb. Bu məclislər ona görə hər şey deməkdir və elə mövzumuzu da bunun üstündə inşallah fikirləşdim ki, elə olsun bu ilin mövzusu. Ola bilər ki, başqa mövzulara da toxunaq. Elə başlanğıcda mövzumuz budur. Niyə İmam Hüseyin əleyhissalamın məclislərini keçirdirik? Niyə hər il İmam Hüseyin əleyhissalamın məclisləri keçirilməlidir? İmam Hüseyin əleyhissalamın məclislərinin keçirilməsinin nə xeyri var, nə faydası var, nə səmərəsi var? Və bu məclislər
niyə hər il təkrar keçirilir? Bir dənə hadisədir baş verib 1400 il bundan qabaq. Amma hər il hər kəs tərəfdən geniş formada, hər kəs əlindən gələn qədər bu məclisdə nökərçilik eləməyi özünə borc bilir və bilməlidir də. Bunun səbəbi nədir? Və biz niyə hər il bu məclisləri təkrar keçiririk və qiyamətəcən də keçiriləcək? Həmişə də keçiriləcək. İmam Hüseyin əleyhissalamın məclislərinin qabağını almaq üçün bir çox qüvvələr zaman yüz illərlə, min illərlə çox böyük planlar qurublar, pullar xərcləyiblər, zəhmətlər çəkiblər ki, bu məclislərin qarşısını alsınlar. Amma heç kim bunun qabağını ala bilməyib. İmam Hüseyin əleyhissalamın məclisləri bir sel axınına bənzəyir. Onun qabağına çıxan özü axıb gedər, sel onu aparar, məhv olar və məhvə məhkumdur. Ola bilər müəyyən bir zamanda İmam Hüseyin əleyhissalamın məclisləri ilə bağlı müəyyən sıxıntılar olub və bugün də var. Bundan sonra da olacaq, zuhura qədər bu davam edəcək. Amma bu məclislərin qabağına çıxanlar duzacaqlar, bu məclislərin qabağına çıxanlar öz simalarını tanıtdırırlar, öz üzlərini tanıtdırırlar, özlərinin kimliyini tanıtdırırlar və özlərini Allaha o cür təqdim edirlər. Məclisdə iştirak edənlər bir cür təqdim edirlər özlərini, məclisin qurulmasına maneçilik törədənlər bir cür təqdim edirlər özlərini. Balaları ilə bu məclisə, məscidə gələnlər, bu məclisləri gözəl zinətləndirən möminlər bir cür özlərini təqdim edirlər Allaha. O möminlərin balalarının məscidə gəlməsinin qabağını almaq istəyənlər bir cür təqdim edirlər özlərini Allaha. Hərə özünü tanıtdırır, amma nəticə etibarı ilə kim neyinirsə özünə edir. Allah Müteal Qur'anda buyurur: "İn ahsantum ahsantum li anfusikum və in asa'tum febiha." Əgər bir yaxşılıq eləsiniz, özünüzə eləmişsiniz. Pislik də eləsiniz, özünüzə eləmişsiniz. Elədiyiniz yaxşılıqlarla da siz üzrə qalacaqsınız, pisliklərlə də. Kullu nəfsin bima kəsəbət rəhinə. Hər bir insan, hər bir nəfs öz elədiyinin girovudur, öz elədiyinin əsiridir. Hər nə edirsənsə elədiyinin girovuna vəəsirinə çevrilirsən. İndi bu məclislərin xidmətçiləri özlərini bir cür göstərirlər Allahın qabağında. Bu məclisə maneçilik eləmək istəyənlər, bu məclisin qarşısını almaq istəyənlər özlərini bir cür göstərirlər. Amma nəticə etibarı ilə bunu demək lazımdır ki, bu məclislərin qabağını heç kim ala bilməyəcək, heç kim ala bilməyib, qiyamətəcən bu məclislər yaşayacaq. Axırda bu məclislərə mane olmaq istəyənlər zəlil olacaq, xar olacaq və ilahi əbədi əzaba düçar olacaqlar. Və amma o mövzu ki dedik, inşallah Allah ömür versə o mövzu barədə danışaq. Niyə biz hər il Məhərrəm məclisini keçirdirik? Təbii ki, bu cəmiyyət arasında da olan sualdır. Həmişə deyirlər ki, niyə Məhərrəmli xüsusi olaraq keçirdirsiniz? Axı bir 1400 il bundan qabaq baş vermiş bir hadisədir. Niyə bunu təkrar hər il qeyd edirsiniz? Bunların bir çox cavabları var bu sualların, bir çox dəlilləri var, ayələr var, hədislər var. Allah ömür versə, mən 4 dənə ayə oxuyacağım bu günlərdə. Əgər qutararsa başqa bir mövzuya da keçərik inşallah. Qur'andan cavab verək ki, bu məclisləri niyə keçirdirik? Yəni, hər kim sizdən soruşsa ki, bu məclisləri niyə təkrar qeyd edirsiniz, keçirdirsiniz? Bu ayələri yadınızda saxlayarsınız, deyirsiniz ki, Allah çünki Quranda deyir ki, bu məclisləri keçirtmək lazımdır. Birinci ayə ki, Allahın lütfü ilə onu oxuyacağıq, ibarətdir Hud surəsinin 120-ci ayəsindən. Allah Müteal Hud surəsinin 120-ci ayəsində buyurur: Bismillahirrahmanirrahim. Və kullən nəqussu aleykə min ənba'ir rusul ma nufabbitu bihi fuadək və ca'əkə fi hadihil haqq və məv'izə və zikra lil mu'minin. Sadaqallahul aliyyul azim. Allah Müteal
tarixi təkrarlamağın səbəbin bizə göstərir Quranda. Ki, tarixi təkrarlayanda nə olur? Biz ki, bu tarixi hər il təkrarlayırıq, bu baş vermiş hadisədən təkrar danışırıq. Baxın, 1400 ildir bu hadisə danışılır, özdə bir yerdə yox ki, minlərlə, bəlkə də milyonlarla yerlərdə danışılır. Səbəb nədir? Allah deyir ki, bunun xeyri var. Allah Quranda bizə göstərir ki, tarixi heç vaxt unutmayın, tarixdə baş vermiş hadisələrin sizə təsirləri var. Bugün inşallah ayənin birini oxuyarıq ki, bu ayənin içində İmam Hüseyin əleyhissalamın məclislərini hər il təkrar keçirməyimizin 4 dənə səbəbi var. Onları inşallah sayaq, tamam. Keçək, sözü verək əziz məddəh qardaşlarımıza, inşallah sinəzənlik olsun. Birinci budur ki, Allah buyurur və kullən nəqussu aleykə min ənba'ir rusul. Baxın, Allah buyurur, Peyğəmbərlərin tarixlərin ki, biz sənə danışırıq, tarix. Ənba'ir rusul, yəni Peyğəmbərlərin xəbərləri. Yəni Peyğəmbərlərin başlarına gəlmiş hadisələr, onların həyat yolları, onların keçdikləri həyat yolu, onların yaşadıkları həyat tərzi, onlar necə yaşayıblar, yaşadıkları həyatda nələr yaşayıblar, nələr görüblər, nələr keçiblər, hansı mərhələlərdən keçiblər, bu dinin təbliğində hansı əziyyətlərə, hansı zülümlərə məruz qalıblar, hansı işgəncələrə məruz qalıblar, hansı çətinliklərdən keçiblər. Allah buyurur Peyğəmbərimizə, nəqussu əleyk, danışırıq sənə Peyğəmbər. Nəqussu, yəni danışırıq. Bu əhvalatı, bu dastanı qissə eləyirik sənə. Hadisə formasında, dastan formasında sənə danışırıq. Nəyi Allah? Min ənba'ir rusul, Peyğəmbərlərin başlarına gələnləri. Niyə? Yəni bu danışmağın nə faydası var? Allah Quranda müəyyən əmirlər verərdi, deyərdi, necə ki var da əmirlər. Bunu edin, bunu eləməyin. Onları danışmaqda məqsəd nədir? Və Həzrəti Adəm ki, tarixi bəlli deyil də bizə, düzdür? Həzrəti Adəmin tarixi baxımdan, yəni 1900 neçənci ildə olub, mən məcazi deyirəm də, bəlli deyil ki, eramızdan nə qədər əvvəl idi, eramızdan nə qədər sonra idi, miladdan nə qədər əvvəl idi, nə qədər sonra idi, hicrətdən nə qədər əvvəl idi, nə qədər sonra idi, salam aleykum. Bəlli deyil ki, elə deyil. Və ya digər Peyğəmbərlər, Həzrəti Nuh ki, Əbul-Bəşər-i Sani idi, deyirlər, bəşəriyyətin ikinci atasıdır, Əbul-Bəşər-i əvvəl Həzrəti Adəmdir, Əbul-Bəşər-i Sani Həzrəti Nuhdur da deyirlər. Tabii ki, bir dəfə dünya onda vaxtında dağıldı, bəşəriyyətin ikinci atası sayılır Həzrəti Nuh. Nə vaxt olub bilinmir. Amma Allah deyir ki, yox, nəqussu ələykə min ənba'ir rusul. Peyğəmbər, biz bunları sənə danışırıq. Tarixlə ola bilər, demir ki, 1900 falanıncı ildə, filan ayın, filan günündə. Buna ehtiyac yoxdur. Ehtiyac olan budur, o hadisələr danışılmalıdır. Deməli, Allah ki deyir, Hud surəsinin 120-ci ayəsində ki, Peyğəmbər, biz sənə, yəni Allah özün deyir, mən sənə danışıram Peyğəmbərlərin tarixlərin. Buna görə ki, bunun içində 4 dənə təsir var. Bəs biz də bugün İmam Hüseyin əleyhissalamın tarixini danışırıq, çünki keçmiş tariximizdir. Bu 4 əsərdən təsirlənmək üçün, bu 4 təsiri qəbul eləmək üçün. Və bunlar Quran bizə deyir ki, zərurətdir. Yəni, onlar ki, sual verirlər, niyə İmam Hüseyin əleyhissalama hər il yaz saxlayırsınız, məclis saxlayırsınız, məclis keçirirsiniz? Bu ayə ilə biz cavab veririk. Qur'anın bizə öyrətdiyi bu dərsləri almaq üçün. Birinci nədir? Allah buyurur ki, Peyğəmbər, mən sənə Peyğəmbərlərin hadisələrini danışıram. Onların bir neçə təsiri var. Tarixi xatırlamağın bir neçə təsiri var. Birincisi budur. Ma nusabbitu bihi fuadək. Birinci təsir budur. Tarixi sənə danışmaqla istəyirik, ürəyini rahat edəyik.
Bizdə işlənir də bu söz ki, ürəyin rahat olsun. Adam bir hadisə ilə üzləşir, deyirlər ki, narahat olmayı, ürəyin rahat olsun bu cür olacaq. Bir təskinlidir də, bir təsəllidir də. Allah buyurur ki, mən peyğəmbərlərin, səndən qabaqki peyğəmbərlərin tarixini sənə danışıram. Səbəb budur ki, rahat olasan. Ma nusabbitu bihi fuadək. Qəlbini rahatlamaq üçün danışıram. Necə yəni, qəlbini rahatlamaq üçün? Deyir, əgər səndən qabaq baş vermiş hadisələri bilməsən, fikirləşərsən elə bir dənə sənsən bunları yaşayan. Səndən qabaq baş vermiş hadisələri ona görə sənə danışırıq ki, onlara baxıb təsəlli tapasan, onlara baxıb rahatçılıq tapasan, onlara baxıb təskinlik tapasan və şükür eləyəsən. Məsələn, deyir, ey mənim Rəsulum, 23 il sənə əziyyət verdilər. Bilsən niyə Nuhdan sənə danışıram? Nuh'a 950 il əziyyət verdilər. Səni 23 il incitdilər. Həzrət-i Nuh'u 950 il incitdilər. Deyir, Həzrət-i Nuh Peyğəmbəri Allah təkdir, şəriki yoxdur dediyinə görə o qədər döyürdülər ki, düşürdü komaya. 3 gündən sonra ayılırdı. Bəziləri deyirlər, hətta 3 gündən çox, 4 gün, 5 gün, 1 həftə bir insanı necə döymək olar ki, insan 1 həftə huşdan geçsin, 5 gün huşdan geçsin. Amma olub da bunlar. 3 gündən sonra məsələn ayrılır ki, Həzrət Nuh bunu o qədər döyüblər ki, aparıb atıblar, biri ayrılır ki, məsələn bilir ki, bunu döyənlər götürüb atıblar ki, orada ölsün. Allah qaytarırdı, yenidən başlayırdı la ilahe illallah. Peyğəmbər ki deyirdi la ilahe illallah, başına zibil tökürdülər. Peyğəmbər ki deyirdi la ilahe illallah, ayağının altına tikan tökürdülər, taş vururdular başına. Allah istəyir ona bir təskinlik versin. Deyir, sənə 23 il əziyyət verdilər. Amma səndən qabaq bir dənə peyğəmbər var idi, Nuh adında, ona 950 il əziyyət verdilər. Həzrət Peyğəmbəri Məkkədən çıxardırlar. Bilirsiniz tarixdə, getdi Şibi Əbi Talibdə, Əbu Talib dərəsi var idi, 3 il yaşadı. Çox çətin vəziyyətdə, çox acınacaqlı vəziyyətdə, yeməyə bir şey yox, içməyə bir şey yox. Tarix deyir ki, Şibi Əbi Talibdə vəziyyət o qədər çətinləşmişdi ki, bir xurmanı 2 yerə bölürdülər, yarısını bir nəfər yiyirdi, bir sutqa üçün, yarısında bir nəfər. Yəni bir xurmanı 2 kişi yiyirdi 24 saat üçün. Çünki bilirsiniz, Məkkəlilər özləri Peyğəmbər, yəni müsəlmanlara, həm Peyğəmbərə, həm yanındakilara alış-verişi özləri üçün qadağan eləmişdilər. Eyni zamanda qıraq tayfalara, qıraq insanlara da bunlarla alış-veriş eləməyi, gedgəl eləməyi, bunlara nəsə satmağı, bunlardan nəsə almağı qadağan eləmişdilər. Çox məhdud bir həddidə dolanırdılar. Bir xurma ilə 2 nəfər 24 saat yaşamalıydı. Xanım Xədicə salamullahi aleyhadandır ki, Xanım Xədicə o yerdə 3 il, o çətin anlarda müsəlmanların yanında olanlardandır. Deyir, mən gördüm ki, illər öncə ölmüş və torpaqlar altında artıq batıb getmiş bir hissəsi görükürdü. Gördülər ki, burada dəvə dərisi var, insanlar o dəvə dərisini illər öncə ölüb, dəvəsi torpaq qumlar altında qurumuş, dəvə dərisini götürüb, atıb suya qaynadıb içirdilər ki, bəlkə bir qida kimi vitamin verə, bizə bir bədənimizə qüvvət verə. İllər öncə ölmüş dəvənin dərisini qaynadıb içirdilər. Peyğəmbər bunları yaşadı. Allah Həzrəti Əyyubdan danışır. Deyir, 3 il səbr elədin Əbu Talib dərəsində. Əyyuba bax, 7 il səbr elədi. Özdə nələrə səbr elədi. Deyirsən, ac qaldın. Amma Həzrəti Əyyubun övladları öldü.
Baxın tarixi Həzrəti Əyyubun tarix deyir bir gündə çox böyük faciədir bu. 14 övladı dünyasını dəyişdi. 7 qızı 7 oğlu. Amma səbr elədi. Allah bunları danışır. Niyə? Peyğəmbərə deyir ki, mən belə sadə dildə deyirəm. Ey mənim rəsulum, çörəksizsən, eybi yox. Aylöndən kimsə hələ qətlə yetirməyiblər ki, yox. Səbr elə. Əyyubun 14 dənə balası öldü, səbr elədi. Bəs bunları danışmaq nədir? Deyir ki, narahat olma, səbr elə yine. Qəlbin təskinliyi. Yəni, rahat ol. Bugün elə tək sən deyilsən ki, bu hadisələr sənin başına gəlir. Peyğəmbər təbliğ elədi, ta nəticə gəldi, hara çatdı? Peyğəmbəri qətlə yetirmək istəyirlər ki, hicrət oradan başladı da düz. Peyğəmbəri qətlə yetirmək istəyirlər və Peyğəmbər hicrət elədi. Allah Həzrəti Musanın hicrətini danışır Quranda. Deyir ki, tək hicrət eləyən sən deyirsən ki, səndən qabaq Musa Peyğəmbər də hicrət eləyib. Ki, bilirsiniz də o hadisəni. Ki, Firon və tərəfdarlar Həzrəti Musanı qətlə yetirmək istəyirdi. Həzrəti Musa da neynədi? Misirdən hicrət elədi, getdi və fərqlər var. Bir Peyğəmbər şükür elə. Allah deyir, mən bunları sənə danışıram, şükür elə. Niyə? Deyir, sən hicrət elədin, gəldin Mədinəyə, Mədinədə səni necə qarşıladılar? Ki, bilirsiniz tarixi. Və bir dənə şeir oxudular, Peyğəmbər Mədinəyə girəndə, ta bu günəcən oxunur surut formasında məclislərdə, Tələğəl bədru aleyna, vəcəbəş şükru aleyna. Dedilər ki, ay doğdu bizi üçün, günəş çıxdı bizi üçün. Bu neymətin qabağında gələk Allah'a şükür eləyək. Çox ehtiramla, hörmətlə, cahı cəlallə Həzrət Rəsullahı Mədinədə qarşıladılar. Düzdür? Arkada çox əziyyətlər olmuşdu, amma böyük bir hörmətlə qarşıladılar, düz. Hamısı yalvarırdı, ya Resulallah bizim evimizdə qal. Ya Resulallah mənim evimdə qal. Ya Resulallah mənim süfrəmdə əyləş. Ya Resulallah burada çörək ye. Bilirsiniz də bu tarixi. Peyğəmbər Mədinəyə girəndə baş verən hadisələri, hə? Həzrəti Musa gəlib Həzrəti Şüeybin məntəqəsinə, qalmağa yeri yoxdur, bir dənə ağacın altında oturub. Quran belə danışır da, düzdür? Bilirsiniz də bu hadisəni. Oturmağa yeri yoxdur, qalmağa yeri yoxdur, yatmağa yeri yoxdur. Heç nə. Bir quru canını gətirib gəlib. Oturub bir dənə ağacın altında. Allah deyir, mən bunları danışıram sənə. Sən o cür hörmətlə qarşılamışlar. Səndən qabaqki Peyğəmbər ağacın altında yaşayırdı, qalmağa yeri də yox idi. Sonra Həzrəti Şüeyb onu neynədi? Qəbul elədi. Niyə qəbul elədi? Həzrət Peyğəmbər gəldi Mədinədə hökumət qurdu, İslamı genişləndirdi, İslam hakimiyyəti qurdu. Böyük insanlar İslam'a qoşuldular, İslamın qoşunu yarandı, İslamın ordusu yarandı. Həzrəti Musanı nəyə qəbul elədi Həzrət Şüeyb? Çobanlığa. 8 il çobanlıq elədi. Allah deyir, mən bunları sənə danışıram, bax, onlar da keçiblər bunu, tək sən deyilsən. Hicrət o da eləyib. Səbr o biri də eləyib. Əziyyətə məruz qalmaq o biri də qalıb. Hər nə desin, Peyğəmbərlərin başına gələnlərdən, hər nə desin, onların hamısını onlar səndən qabaqçılar yaşayıb. İndi biz tarixi niyə danışırıq? İmam Hüseyin Əleyhisselamın müsibətlərini yad eləmək üçün, bugünkü möminlərə təsəlli vermək üçün. Bu məclislər buna görədir. Bugünkü zülmün qabağında dayananlara təsəlli vermək üçün, zülmə etiraz edənlərə təsəlli vermək üçün, əziz İmam Hüseyinçilərə təsəlli vermək üçün ki, insanın ağlına gələr, insanın zehninə gələr, insanın qəlbindən keçər. Hətta qıraqdan birinin ağlına gələr. Bunlar ki, İmam Hüseyin davamçılarıdırlar və haqq deyəndilər, bunlar niyə bu qədər incidirlər? İmam Hüseyin ağanın tarixini biz buna görə danışırıq ki, biz elə bunu bilirdik də, biz əvvəldən buna razıydık da, bizim İmam Hüseyin haqqı dediyinə görə bu qədər zülümlərə məruz qalıb, bizə hələ bir şey eləməyiblər ki. Bugün olunan zülümlər İmam Hüseyin Əleyhisselamın zülümünün qabağında bir şey deyil ki. Bugün olunan müsibətlər İmam Hüseyin Əleyhisselamın müsibətlərinin qabağında bir şey deyil ki. Bugün çəkilən əziyyətlər İmam Hüseyin Əleyhisselamın əziyyətlərinin qabağında bir şey deyil ki. Ona görə Kərbəlanı danışılır. Ki, möminlər neynəsinlər? Təskinlik tapsınlar. Rahat olsunlar. Bugünləri zalimlər möminləri incidirlər, həbs edirlər. Deyirik ki, bunu elə İmam Hüseyin və digər imamlar da yaşayıb da. Ailələrin incidirlər, xanımları həbs edirlər, xanımları incidirlər, İmam Hüseynin tərəfdarlarını incidirlər. Xanım Zeynəb bu qədər əziyyətlər çəkib.
Övladlarını incidirlər, övladlarını şərləyirlər, övladlarını zülmə məruz qoyurlar. Deyir ki, İmam Hüseyin İslamın balalarını zahiri incitmək yox, şərləmək yox, tikə-tikə doğrayıblar. Bəs İmam Hüseyin ağanın tarixini danışmağın səbəblərindən biri budur. Nusabbitu bihi fuadək, qəlblərimiz təskinlik tapsın. Yəni hər nə görsək biz bugün, hər nə görsək, hər nə yaşasaq, İmam Hüseyin Aleyhisselam qədər ola bilməz ki, elə deyil. Allah deyir, Peyğəmbər, mən sənə o bir Peyğəmbərlərin tarixlərini danışıram, buna görə ki, qəlbin rahatlaşsın, ürəyin rahatlaşsın, narahat olma, tək sən deyilsən. Bugün biz bu hadisələrin möminlərə danışırıq ki, İmam Hüseyin ağanın başına bu hadisələr gəldi. Yəni, möminlər rahat olun, amma keçəcək bunlar bir gün. Bunlar bir gün keçəcək. Yetər ki, sən səbr eləyəsən. Zaten bunu Həzrəti Resulullah-ı Cerami İslam buyurur da Peyğəmbərin əziz kəlamlarındandır. İslamın o əziz Peyğəmbərinin buyurduğudur. Dünya möminlərin zindanıdır da. Bunu qəbul edənlər mömin olub da, elə deyil. Kimsə imana kef eləmək üçün gəlməyib ki. Kimsə namaza rifah üçün gəlməyib ki. Ki birdən birinin niyyəti buzur olsa, əslən batildir də, belə bir niyyət olmaz ki. Ona görə niyə İmam Hüseyin ağayı yasaqlayırıq? Birinci səbəb budur. Tarixi niyə təkrarlayırıq hər dəfə? Təskinlik tapmaq üçün, təsəlli vermək üçün ki, bugün bizim yaşadıqlarımız onların yaşadıqlarının qabağında zərrədir dəryanın qabağında. Yəni, mən bəlkə də bu müqayisə yerinə düşməzdiyim bir damcıdır dəryanın qabağında. Damcıdan da balacadır İmam Hüseyin Aleyhisselam müsibətinin qabağında. Məsələn, bu günləri möminlər hər nə görsələr, Allah zalimlara lənət eləsin, ha? Bir damcı da zülm eləsələr, bir dərya da zülm eləsələr, haqsızlıq haqsızlıqdır. Bir zərrə də zülm eləsələr, səhv eləyirlər, haram iş görürlər, günah iş görürlər və ilahi əzabı var bunun. Allah hamısını zəlil eləsin, Allah hamısını xar eləsin inşallah. Və eləyəcək də, çünki bu Allahın vədəsidir. Dabirul qavmillezine zələmu, Allah söz verib zalimlərin kökün kəsicək. Bu Quranda Allahın vədəsidir. Bu bir mənalıdır. Amma sadəcə ora qədər bir dənə imtihan meydanı var. Bu hadisələri danışırıq. Buna görə ki, möminlər neynəsin? Qəlbləri rahat olsun. Narahat olmayın. Bugün hər nə yaşayırsansa onun böyüyünü İmam Hüseyin Aleyhisselam yaşayır. Ondan sonra Allah buyurur Peyğəmbər, tarixi təkrarlamaq lazımdır. Tarixi mən sənə danışıram. Siz də gələcəkdəkilərə danışın. Niyə? Və cəəkə fi hazihil haqq. İkinci səbəb budur ki, deyir, tarixi danışmağın içində haqqın aşkar olması var. Sizə sual verəndə ki, niyə hər il məclis keçirdirsiniz? Bəs birinci cavab budur. Bugün İmam Hüseyinə görə əziyyət çəkənlərə təsəlli vermək üçün. İkinci cavab budur. Həqiqəti üzə çıxartmaq üçün. Çünki bu hadisə ki baş verdi, həqiqətlə batilin, haqla batilin mübarizəsi idi. Bir düz tərəf var idi, bir əyri tərəf. Biz bu tarixi danışırıq, bilinsin ki, düz kimdir, əyri kimdir. Çünki İmam Hüseyin Aleyhisselamı nə adına şəhid elədilər? Xarici adıyla və dindən çıxmış adıyla. Düz. İndi bu günləri də biz Məhərrəm məclisini niyə keçirdirik? Haqlar üzə çıxmaq üçün. Biz deyək ki, necə ki bir gün İmam Hüseyin ağanı dindən çıxmış adıyla şəhid elədilər, bugün narkomandır, narkotik alverçisidir, düşməndir, xalq düşmənidir, ittihamı verilən şəxslər haqq tərəfdarlarıdırlara, nəinki bunlar doğrudan bu günahları və cinayətləri eləyiblər deyə zülmə məruz qalırlar. Bir gün İmam Hüseyin Aleyhisselamı öldürdülər, buna görə ki dindən çıxıb. Nə qədər həqiqətə uyğundur İmam Hüseynin dindən çıxmağı? İmam Hüseyin Aleyhisselamın dindən çıxmağı nə qədər həqiqətə uyğundursa, bu günləri zülmə məruz qalan möminlərin də ittiham olunduqları günahlar o qədər həqiqətə uyğundur. İmam Hüseynin dindən çıxmağı nə qədərdirsə, bugün zülmə qalanların ittiham olunduqları günahları eləməkdə o qədər həqiqətdir.
Yəni bunu eləməyiblər. Tarixi buna görə danışırıq ki, haqq üzə çıxsın, haqq və batil cəbhəsi bilinsin. Niyə danışırıq İmam Hüseyndən? Məhərrəm məclisi buna görə deyil ki, elə gələk sinə vuraq gedək. Biz istəyirik deyək ki, biz bugün haqq cəbhəsinin yanındayıq və batil cəbhəsinin qarşısındayıq. Hüseynçi olmaq bu. Bugün adla desək, bəli, adla deyə bilərik biz. Bugünləri İslamın vəli-i fəqihinin, rəhbər müəzzəmin yanındayıq, İslam ordusunun yanındayıq və onların qarşısında olanların qarşısındayıq. Amerika kimi, Siyonist kimi, İsrail kimi zalimlərin də qabağındayıq. Cəbhəmizi müəyyənləşdiririk biz. Bu məclisi buna görə keçirdirik. Deyək ki, biz cuhudlardan döyürük. Biz bu məclisi buna görə keçirdirik. Deyək ki, biz haqqı deyənlərin yanındayıq, şəhadət məktəbinin yanındayıq, şəhidlərin yanındayıq və onların yolun getməyi də arzulayırıq və Allah kimə minnət qoyub o şəhadəti ruzu eləsə, dünya axirət xoşbəxtçiliyidir. Biz bundan qaçmırıq ki. Əksinə dua edirik həmişə ki, Allahümmə rzuqna şəhadətə fi səbilik. Yolunda bizə şəhadət ver, bizi bu dünyadan şəhadətlə apar. Bu məclis bunun üçündür ki, haqq üzə çıxsın. Bugün biz deyək ki, bir dəfəyə öldürülən 170 körpənin zalimlarının qarşısındayıq və onların yanındayıq və o məktəbin təmsilçisiyik biz. Bu məclis bunun üçündür. Bu məclislər keçirilir, səbəb budur. Haqqı üzə çıxartdıraq. Biz deyək ki, dünyanın ən böyük zalimi, ən böyük şeytan Amerikadır. Biz deyək ki, İsraildir, Siyonistdir. O Siyonist qola bağlı olan Yahudilərdir. Bu məclis bunun üçün keçirilir. Məclis bunun üçün deyir ki, gələsən məsələn, düzdür İmam Hüseyin Aleyhisselamın ehsanında da şəfa var. Elə tək ehsan yemək üçün deyir ki. Məqsəd budur. Haqqı üzə çıxardasan. Deyəsən ki, İmam Hüseyin Aleyhisselam haqq qarşısı batildir. Bunun qarşısında hər kim nə hər addım atsa bunun əleyhinə batildir. Biz onun qarşısındayıq və Allah da onlara lənət arzulayırıq. Başqa bir şey yoxdur. Bəs məclisi keçirməyin üçüncü səbəbi budur. Haqqı üzə çıxartmaq, haqla batil cəbhələrin göstərmək və bizim özümüzün hansı cəbhədə olmağımızı nümayiş elətdirmək. İmam Hüseyin ağa, biz sənin yanındayıq. İmam Rıza Aleyhisselam buyurdu ki, İmam Hüseyinə salam verəndən sonra o İbn-i Şəbibə ki danışır ha. Ya İbn-i Şəbib, in bəkitə li şeyin fəbiki lil Hüseynə aleyhisselam. Əgər bir şey üçün ağlamaq istəsən, İmam Hüseynə ağla. Ailində müsibət verdi İmam Hüseynə ağla. Övladında müsibət verdi İmam Hüseynə ağla. Canında müsibət verdi sənə Allah, İmam Hüseynə ağla. Malında müsibət verdi İmam Hüseynə ağla. Çünki bu müsibətlərin hamısını İmam Hüseyin Aleyhisselam yaşayır. Və deyir, sonra bu cürdür, İmam Rıza ağa deyir, sonra bu cürdür. Fəyaləytənə kunna mə'ək fənəfuzə fəvzən azîmə. Ağa, kaş biz də səninlə olaydıq və feyzə çataydıq. Bu məclisləri keçirdirik ki, biz mövqeyimizi bəlli eləyik, cəbhəmizi bəlli eləyik və batil cəbhəyə deyək ki, biz sizin əleyhimizəyik. Üçüncü səbəb buyurur ki, və məvəizətun. Allah deyir, tarixi danışıram sənə, Peyğəmbər, çünki tarixdə mövizə var, tarixdə bir nəsihət var və tarixdə ibrət var. Şu da birinci ayənin içindəki 4 dənə səbəb var idi, ikisini dedik, o birlər qalsın. Bəs tarixi təkrarlamaq, məclisləri təkrar keçirmək, İmam Hüseyin Aleyhisselamın məclislərin hər il keçirmək bir çox səbəblərdən irəli gəlir. Birinci səbəb, bir dənə ayə oxuduq ki, birinci səbəbin özünün içində 4 dənə səbəb var ayədə, onların ikisini oxuduq. Onların birincisi ibarətdir bundan, məclisləri təkrar keçirdirik, insanlara təsəlli olsun, İmam Hüseyin yolunda çətinliyə düşənlər təsəlli tapsınlar, qəlbləri rahat olsun, bilsinlər ki, bir gün bunun nəticəsi qələbədir və müvəffəqiyyətdir. İkincisi də bu məclisləri keçirdirik, haqqı üzə çıxartmaq üçün, haqqı, ədaləti aşkar eləmək üçün, haqq və batil cəbhələrini tanıtdırmaq üçün və öz cəbhəmizi, öz mövqeyimizi nümayiş
elətdirmək üçün Allahın verdiyi öz Allahlığına xatir bizə verdiyi ömür sürəsincə bizi haqqın yanında yaşadıb, haqqın yanında da bu dünyadan aparsın inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.